Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve şedən la ilahe illallah vahdahu la şərikə ləhu və təvəlləs salihin. Və şedən Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləm salatan və səlamən daimeyni mütələzimeyn ilə yevmiddin. Allahümme enfa'ni bima allamtana və allimna ma yenfa'uni və zidni ilmə. Yeni bir bab açır şeyh. Bəbul insati lil uləmə. Alimləri, belə bab açır, alimləri susub dinləmək və ya şeyxləri susub dinləmək və ya dərs anında tələbə, fərqi yoxdur, keçdiyi anda susub dinləmək babı. Buxari bunu xüsusən bab olaraq açır ki, ən böyük məsələlərdən biridir. Demək, nə eləməlisən? Susub dinləməlisən. O şeydə ki, Allah Rasulunun adı çəkilir, hədisi rivayət olunur və ya ondan da daha təbii ki, öncə Allah Subhanahu və Teala'nın kitabından ayələr oxunursa, nə eləməlisən? Susub dinləməlisən. Cərirdən rivayət olunur ki, Ənnə Nəbi s.ə.v qal fi həccətil vəda' vida həccində Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: İstənsitin nəs, insanlara deyir ki, ey insanlar, susub dinləyin. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bu məsələdə deyilsə və ey insanlar və yaxud da ey müsəlmanlar və yaxud da ey möminlər, ümumiyyətlə, susun, dinləyin, artıq məsələnin mühim olmağından xəbər verir. Məsələnin çox mühim özdə olmağından xəbər verir. Deyir ki, Lə tərci'u bə'di kuffəran yadribu bə'dukum riqabə bə'd. Deyir, məndən sonra kafirlər kimi və yaxud da ki, bir-birinizin boynunuzu kafirlər kimi vurmayın. Kafirlər kimi bir-birinizin boynunuzu rəqabə nədir? Vurmayın. Yəni, çox ağır bir məsələdir. Bax, bugün hər hansı bir müsəlman dövlətində baş verən bu faciəvi məsələlər 2 dənə Allah Əkbər deyən bir-birinin başını vurur, öldürür. Və yaxud da ki, malını halal görür. Və yaxud da ki, canlı, malını, qanlı, hər bir şeyin nədir? Caiz görür. Və bir-birlərini öldürürlər. Və Peyğəmbər s.ə.v deyir, məndən sonra kafir kimi bir-birinizi boynunuzu vurmayın. Yəni, əgər başını, boynunu öldürərsən və yaxud da fərqi yoxdur, güllə ilə, nə iləsə öldürərsənsə də, bu haqsız baş verdiyi anda küfr hökmü daşıyır. Küfr hökmü daşıyır. Hətta nəinki öldürmək, Peyğəmbər sallallahu aleyhi ve səlləm nə deyir? Kim bir müsəlmana kafir deyərsə, əgər o kafir hökmü daşımırsa, o söz qalxır havaya, səmaya və şəxsi nəyinə qayıdır? Özünə. Əgər söz belədirsə də, görsən kafir deyib onu öldürsən necə? Onca Peyğəmbər sallallahu aleyhi ve sellem orada nə dedi? Ey insanlar, susun və dinləyin. Məsələ çox mühüm məsələdir. Ona görə, başqa bir hədisdə Əbu Hüreyrədən gələn Həzrət Peyğəmbər sallallahu buyurur ki, Siyəbul musliminə fiskun, qitalihu kufur. Müsəlmanı söymək fasiklikdir. Söymək fasiklikdir. Öldürmək ki, küfürdür. Və bunlar harada cəm eləyirik? Başqa Allah Subhanahu deyir, Mən qatələ müminən, mütəammidən fəcəzəuhu cəhənnəmə xalidinə fiyhə. Kim bir mömini bilərəkdən öldürərsə də, ayəni zahirən deyiləm də, təfsirlə yox, bilərəkdən öldürərsə də, onun yeri əbədi olaraq cəhənnəmdir. Xalidən gəlir. Xalidən müxalləd, yəni əbədi olaraq. Lakin Şeyx Süleyman Rahiməhullah gətirir ki, yəni oradakı xalid, yəni bir növ vaiddir, yəni qorxu. Lakin əbədi deyil də.
Əbədi deyil. Ola bilsin ki, çox ağır olduğun üçün Allah Subhanahu taala onu nə deyib? Elə gətirdi. Çünki bir müsəlmanı öldürmək, Rəbbinə ibadət edib səcdə edən insanı öldürmək, onun həqiqətən həddi çox ağırdır şəriətdən. Həddi çox ağırdır. Ona görə ayəyə qayıtsaq, "Ən-nəfsu bin-nəfsi vəl-əynə bil-əyni", yəni əl-əyə, nəfs nəfsə, göz gözə, yəni əgər öldürdünsə öldürəcəksən. Gözünü çıxarsa gözünü çıxardacaqsan. Qulağını kəssə qulağını kəsəcəksən. Yəni bu var. Bu var. Məsələ qaziyə də getsə və s. və ilə xvanbur. Amma söhbət nədən gedir? Bu gün nə qazi var, nə bir şey var. İstər Suriyası olsun, istər İraqı olsun. Bax, heç nədən qırırlar və deyirlər ki, canın da malını halaldır. Balasını öldürürlər ki, kafirdir. Hər şeyini Allah kafirdir. Özlərini yan-yana ibadət eləyənin gör nə dərəcədədir. Deyə yoldaşı, deyə cariyədir, deyə kafirdir çünki. Bax, ona görə Peyğəmbər s.ə.v bunu burada xüsusən vurğuladı ki, yəni ki, qoruyun. Bax, fikir ki, baba nə açır? Susaraq alimləri dinlə. Yəni, deyir Peyğəmbər s.ə.v-i dinlə. Bir, dinləmədinsə də bir-birlərinizi nə inəcəksiniz? Öldürəcəksiniz. Yəni, küfürdür. Buradan çıxan istinbata bax. Yəni, o dahilər, alimlər, hansı ki, Allah Subhanahu deyir ki, bilmədiniz, bilənlərdən soruşur. Peyğəmbər s.ə.v varisləridir. Çox şey deyə bilərik. Əgər o deyirsə də burada bu yoxdur, bu cihad yoxdur, fitnədir, öldürərsənsə də haqsız yerə öldürərsən, sən bunu dinləmədin, demək bu hədisi belə neynədin? Əməl etmədin, tərk elədin. Ölçün, hara gətirib çıxardır? Ona görə şeyx burada gətirir ki, məsələ çox mühimdir. Çox mühimdir və həmçində nədir? Ağır bir məsələdir. Əl-məşru lil-insan izə səmiə hadisə Rasulullah sallallahu əleyhi və səlləm ən yunsitə. Qayda olaraq və qanun olaraq şəriətdə budur ki, hər bir şəxs şəxsindən asılı olmayaraq Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisi gəldiyi zaman susmalıdır. Susub onu dinləməlidir. Dinləmirsə də nədir? Ən böyük xata və ən böyük ədəbsizlik eləyir. Allah Rasulunun nəyinə? Hədisinə və ya Allah Rasulunun. Bunu hardan çıxartdıq? Mübarək Furi məscidə gedəndə məsciddən çıxır. Deyirlər ki, şeyx olar mı? Biraz dini məsələ bir iki sual verək, söhbət eləyək. Deyir ki, sənlə söhbət etdiyimi Allah Rasulundan söhbət eləyərəm. Nə başa düşdün? Onun hədislərini oxuyaram. Onun hədislərini oxuyaram. Və ona görə də əgər sən Allah Rasulunun hədislərini oxuyursansa da və sən ona ehtiram, hörmətsizlik eləyirsənsə də, sən orada nə əməl eləyə bilərsən? Nə əməl eləyə bilərsən? Heç nə. Çünki sənin ümumiyyətlə həyatında bərəkət ola bilməz. Amma qiyas eləyək, hansısa bir məmur gəlib nəsə danışanda ki, sakit durun, görün bir nəfər danışa bilər? Danışa bilməz. Bilərsən ki, cəza var, danışa bilmirsən. Böyük dahi gəlir, məmur dinləyirsən. Amma Allah Rasulunun hədisi gələndə qıraqda mırtdaşırsan. Lağlağı deyirsən. Hələ Allah Subhanahu ayəsi gələndə, ümumiyyətlə, bu Allah Subhanahu ayəsini burada deyirsən, qardaş buradan burada eşitmir. Ailəm qarşı bir-birinə. Və ona görə də niyə Peyğəmbər sallallahu əleyhi və səlləm bunları misal çəkir? Ayşə radiyallahu anh soruşanda ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin nədir? Əxlaqı, deyir, onun əxlaqı Qurandır. Çünki Quran Allahın kəlamıdır. Deyir, kim Quran oxuyarsa Rəbbi ilə danışır. Rəbbi ilə danışır. Yəni, sən Allahın ayəsini deyirsən burada, ehtiram etmə. Ona görə məsələ çox mühimdir. Məsələ çox mühimdir. Şeyx Təcətir Şeyx Hüseymin Rahiməhullah, bu qanundur. Şəri qanundur. Hədis eşitdiyin zaman, ayə eşitdiyin zaman yüksək səviyyədə ehtiram edərək dinləməlisən. Əstəmi və təbih. Həmçində eşitdirmək və tənbih etmək lazımdır. Ki, yəni ki, tənbih yaxşı mənadadır, çatdırmaq mənasındadır. Bizdə biraz başqa cür başa düşülür. Amma nəbbəhə feilindəndir, yəni çatdırmaq. İnsanlara da eşitdirir və çatdırmaq lazımdır ki, yəni ki, nə eləməlisən? Dinlə, düzgün qayda dinlə. Vəl-Quran min bəbil əvlə. Qurana gəldikdə isə bu min bəbil əvlədir. Min bəbil əvlə ərəb dilli qraməti və ümumiyyətlə şəri terminlərdə daha üstün mənasını verir.
daha üstün. Yəni ki, Allahın kəlamı təbii ki, nədir? Daha üstündür. Əgər sən, burası çox mühümdür. Quran ayəsi gəldikdə və kimsə dedikdə, dəlil gətirməsə, ümumiyyət söhbət əsnasında sən dinləmirsənsə də, gör nədən çıxırsan. Fikir ver, gör nədən çıxırsan. Əgər İbn Teymiyyə və başqaları gətirir dahilər, İmam Quran oxuduğu zaman Fatihəni, bax Fatihəni deyir, kim tərk eləsə namaz nədir? Yoxdur. Namaz yoxdur da. Peyğəmbər deyir ki, Fatihəsiz namaz yoxdur. Amma bax gör, Fatihə səsdən oxunduğu zaman və ya da hər hansı bir Qurandan ayə oxunduğu zaman nə edirsən? Dinləyirsən, təkrarlamısan. Böyük mötəbərli alimlər nədir? Rəyidir. Niyə? Fikir ver, gör nədir? Deyir ki, bu ayəyə bax. Və izə quri'əl Qur'an. Quran oxunduğu zaman fəstəmi'u əmrdən gəlir. Dinlə. Və ləhu ansitu. Susun, dinləyin. Ləalləkum turhamun. Ola bilər ki, rəhm olunasınız. Əgər namazda belə oxumaq lazım deyilsə də rəhmi qazanmaq üçün qazanırsan, sən qıraqda söhbət əsnasında dinləməsən günahkar olur. Namazda belə əmr olunur ki, dinlə. Aydındır məsələ? Gör, hara gətirib çıxardır. Amma sən bir nəfər Quran ayəsi deyirsən, onu dinləmisənsə, nədən çıxdın? Bəlkə rəhm olunasaz, oradan çıxdın artıq. Çıxdın. Sən nətər rəhm oluna bilərsən? Allahın ayəsi danışılır, sən oradan neyinsən? Lağlağı deyirsən. Və yaxud da heç belə üz çevirsən, fikir vermirsən. Bəlkə rəhm olunasız. Demək, bəlkə rəhm olunasız kəlməsində neynədinsə, rəhimdən çıxdın artıq. Çünki sən Allahın ayəsini, Allahın kəlamını dinləmədiyin sonra Allah Subhanahu nəyə görə sənə rəhm etsin ki? Demək, dinlədiyin anda isə rəhim olunubsan deyə neyinirsən, sən dinləyirsən. Ona görə Şeyx Hüseyn rahimehullah gətirir ki, məsələ deyil, çox mühümdir. Lakin izə kənəl insanı müştəğilən bimithil zəlikə kəqari yəqra ilə cənbihi qariun əxər fə innəhu lə yəzəmul istimə' və kəzəl hədid. Və görürsən, deyir ki, oturursan, deyir, danışırsan, görürsən, biri qıraqda Quran oxuyur, artıq orada nə eləməlisən? Dinləməlisən, danışmamalısan. Ya tərk elə, ya da nə eləməlisən? Danışmamalısan deyir, orada olmaz. Bəzən baxırsan ki, ərəb ölkələrində restorana bir dənə qoyubdur hamidini, oxuyur, millət də orada laqqırtı vurur, çörək yiyir. Ən böyük xatanı kim daşıyır? Elə onu orada oxudan. Onu oxudan. Yox, sən restoran Allahın ayəsini oxulan yeridir. Misirdə doludur. Misirdə doludur. Ona görə nə deyib? Buna deyib, diqqət edin. والحديث دليل على قول العالم والوعيد للناس أنصتوا وأنه لا يعاب عليه إذا قال أنصتوا وقال انتبهوا لأن النبي صلى الله عليه وسلم طلب استنصات الناس. Yəni hədisdən çıxardan faydalardan deyil, görünür ki, artıq alim muizə etdikdə, yəni nəsə danışdıqda nədir? Susmaq lazımdır, dinləmək lazımdır, hətta deyil, tənbih bildirmək lazımdır, susun. Orada şeyx danışır və yaxud da alim danışır, nədir? Susun və dinləyin. Və sonra Buxari rahiməhullah burada bir-iki məsələyə toxunur. Deyir ki, وَقَدْ كَانَ İmam Əhməd لَا يُعَيِّنُ عَالِمًا إِذَا حَالَ عُلَمَا فَلَا يَقُولُ إِسْأَلْ فُلَانِ بَلْ يَقُولُ إِسْأَلْ عُلَمَا خَوْفًا مِنَ الْفِتْنَةِ وَهَذَا مِنْ وَرَائِهِ رحمه الله أنه إذا قال سأل فلان لازم من قول أن يكون فلان أعلم الناس وهو يخطئ ويصيب. Yəni deyir ki, bəzən İmam Əhmədin dövründə, İmam Əhmədin vaxtında nəsə soruşanda demirdi ki, get filan kəsdən soruş. Deyir ki, alimlərdən soruş. Alimlərdən soruş. Çünki o vaxtı elə bir fitnə vaxtı idi ki, desəydi ki, filan kəsdən soruş, sonra da sən necə cəmaatı filan kəsən insən yönəldirsən. Çünki dediyi axı ki, Quran məxluq deyib, o vaxt nə deyib? Fitnənin böyük vaxtı. Yəni, baxırsan deyir, elə hallar var ki, deyir, məsələn, o anda sən deyirsən ki, get filan kəsdən soruş, səni öldürə bilərlər və yaxud da zərər vura bilərlər. Ümumi deyirsən, bu məsələn alimlərdən soruş. Bu məsələni, məsələn, indikin özündə o fitnəyə biz yaxınıq. Bir dəqiqə hərə birinin arxasınca gedir.
Məsələn, sual verir ki, səndə bu məsələni bilmirsən, deyirsən, məsələn, get filan kəsdən soruş. Deyir, sən filan kəslərdənsən. Doludur, elədir. Sən niyə o yönətdin ora? Demək, sən də ondansan. Kim çatdı? Ona görə artıq nə deyib? Eyni vaxt artıq gəlibdir. Onun üçün bir tərəfə adını damğa vurmamaq üçün, deyirsən, qardaş, tələbələrdən soruş, yəni şeyxlərdən soruş. Çünki oradayıq artıq. Ona şeyx gətirir ki, elə bir vaxt gəlir ki, yəni o ağla çatırsan. Ona görə dediyi fitnə çıxmasın, sənin adına damğa qoymasın deyə ümumi deyirsən. Ona görə bu şeylərə deyək, xüsusən nə deyək, diqqət yetirin. Və sonra növbəti hədis gəlir, böyük bir hədisdir. Burada kifayətlənək. Allah subhanahu bizə şifayələnlərdən etsin. Subhanəkallahumma və bihamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.